magistraturanı da qurtarıb iş tapa bilmirlər. Bacarıq hər insanda ola bilməz. Bəzi gənclər diplomu oxumadan alır. Hər il ali təhsil alan gənclərimizin sayının artdığını müşahidə edirik. Bu, əmək bazarında olan rəqabətin də artmasına səbəb olur. Maraqlıdır, vətəndaşlarımız uğuru diplomda yoxsa bacarıqda görür? Gənclərimizdəki olan uğuru bacarıqda yoxsa diplomda görürsünüz? Mənim fikrimcə gənclərin özünün bacarıqlarından asılıdır. Yəni diplom o demək deyil ki, hər oxuyan bacarıqlı olması demək deyil. Yəni hər insanın öz sahəsində bacarıqlı olması üçün özünü gəlişdirməsinə, necə deyim, özünü inkişaf etdirməsindən asılıdır. Diplom deyil, saat bacarıqlandır hər şey. Diplom çox, hamısı diplom alır, iş tapa bilmir olur. Nə bacarır, gedir o işi görür. Ona görə mən fikirləşirəm, diplomla deyil. Magistraturanı da qurtarıb iş tapa bilmirlər. Nə xeyri onun, oxuduğu hara getdi, heç nə gedir, gənə nə bacarır, o ilə işləyir, kazanır. Əlbəttə ki, bacarığında. Nə üçün belə düşünürsünüz? Əsas insanın bacarığıdır da. Diplomu hər bir kəs ala bilər, amma bacarıq hər insanda ola bilməz. Bacarıq olmazsa mənə elə gəlir ki, uğur ola bilməz. Yəni mənim öz fikrimdir bu. Gərək əvvəl insanın özündə bacarıq ola və o bacarıqdan da uğur törəyə bilər. Əslində hər kəs diplom ala bilər. Yəni diplom, yəni institut qurtarır, hansısa ali təhsil alırsa diplom ala bilər. Məncə diploma önəm yoxdur, əsas bacarıqdır. Məsələn, elə bir diplomsuz insanlar var ki, görürsən o diplomdan daha da yüksək səviyyədə bacarıqları var. Əlbəttə ki, gənclərimizin uğurunu mən şəxsən bacarıqda görürəm. Nə üçün belə düşünürsünüz? Ona görə ki, indi bəzi gənclər diplomu oxumadan alır, mən açıq deyə bilərəm. Ona görə o gənclərin uğurunda görürəm. Əlbəttə ki, onların bacarığı olmasa, onlar diplom olmaz ki. Onlar ilk öncə bacarığı olmalı ki, sonra diplomları olsun.